Döyüşçü gündəliyi layihəsini hazırlayırdım. Hər dəfə Qarabağ müharibəsində can qoyan igidlərin birinin döyüş yoluna nəzər salırdıq. Və təbii ki, o qəhrəmanları, bəzən isə elə adsız qəhrəmanları axtarmalı olurduq. Bir gün 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı, Xanı ləqəbli döyüşçü haqqında eşitdim. Soraqlaşıb zəng etdim. Demək olar ki, çəkilişlə bağlı razılığa gəldik. Və məlum oldu ki, Xanı kəşfiyyat yoldaşları və komandirləri ilə birgə müsahibə verməyi planlaşdırır. Layihənin formatını söylədim. Məsələni sanki aydınlaşdırdıq. Ancaq Xanı elə bu əsnada bildirdi ki, bu çəkilişin hələ zamanı deyil. Bir neçə ay keçdi və mən başa düşdüm ki, bu illər ərzində Ağdamı qarış-qarış gəzən, bir-birinə can əmanət edən kəşfiyyat qrupunu elə birlikdə çəkməliyəm və biz artıq Ağdamdayıq. Kəşfiyyat qrupu ilə tanış olduqca fikirləşirəm ki, nə yaxşı ki, onları bir yerdə sizlərə təqdim edirəm. Bu insanlar tək vətən uğrunda can qoyan oğullar deyil, həm də dostdurlar. Hər biri ayrı-ayrılıqda mətin, dönməz xarakterli qəhrəmandır. Tək torpağın yox, həm də mənəviyyatımızın qoruyucularıdır. Məlum hadisələr 1988-ci ildən başlayanda biz bir ailə olaraq kəndimizin, rayonumuzun müdafiəsinə qalxdıq. Demək olar ki, silahsız, sursatsız kəndlərin, rayonun müdafiəsində iştirak elədik bir müddət. Hangi ses görəmişsiniz? Sonradan Milli Ordu yarandı. Milli Ordu yarananda da biz elə bir ailədən 5 qardaş o Milli Ordu sıralarına daxil olduq. 92-ci ilin ağır döyüşləri, dövlətin rəhbərliyi, idarəçilik, nə bilim, baş pozuqluq, o dövrdə çox çətin idi. Hərc-mərclik çox çətin idi. O çətin dövrdə təbii ki, itkilərimiz də oldu. Həmi xeyli sayda insanlarımız, həmi kəndlərimiz, rayonlarımız işğal olundu. ...92-ci ilin may ayından sentyabr ayına qədər mənim qardaşlarımdan 3'ü şəhid oldu döyüşlərdə. Biri itkin düşdü, yaralı, ikisi şəhid oldu. Komandirlə bağlı bir haşiyə çıxmalı olacağam. Ailədə 5 qardaş olublar. 1-ci Qarabağ müharibəsi zamanı 5 qardaşın 5'i də döyüşüb və qısa zaman ərzində komandirin qardaşları Zakir Əliyev və Sabir Əliyev şəhid olub. Daha bir qardaşı Tahir Əliyev isə döyüş yoldaşlarını mühasirədən çıxararaq yaralı halda itkin düşüb. Zahid Əliyev yenə bu yoldan çəkilməyib, daha da əzimlə, israrla öndə gedib. Kəşfiyyat komandiri ola bütün əməliyyatlarda birbaşa özü iştirak edib. Bir sözlə elində Əliyevlər ailəsinin yükünü də əzmlə daşımağı bacarıb. Komandir, sağ olun. Məni xidmətdən uzaqlaşdırmaq istədilər, amma mən qisas almalıydım və qisas almaq üçün də bütün gücümü, qüvvəmi topladım və kəşfiyyat qrupu yaratdım və o kəşfiyyat qrupu ilə düşmən arxasında fəaliyyətlərə başladım. Və bu işləri sıfırdan öyrəndim, bütün incəliklərin və tezliklə uğurlu əməliyyatlarımız başladı. Mən bütün vaxtımı, bütün nə bilim, gücümü, qüvvəmi düşməndən qisas almağa çevirdim, yönəltdim. Və burada da bir sıra nailiyyətlər oldu və tezliklə 92-ci ilin artıq sonlarında mənim haqqımda artıq hərbi hissədə, ondan yuxarılarda artıq məlumatlar oldu, bildilər, tanındım və məni gətirdilər hərbi hissənin kəşfiyyatına bölük komandiri təyin elədilər. Bura Ağdam rayonunun Bağbanlar kəndidir. Mənim doğma kəndim, vətənimdir bura mənim. 93-cü il iyul ayının 4-cü günü düşmən tərəfindən işğal oldu bu yurt. Düşmən tərəfdən işğal olduğuna baxmayaraq, mən və mənə kəşfiyyatçı kimi dəstək olan qardaşlarla mənim ayağımın biri həmişə bu yurtda oldu. 1-ci Qarabağ müharibəsi
başlayan vaxtı mən uzaq Sibirdə yaşıyordum. Deməli 92-ci ilin əvvəllərində fevral ayı Xocalı əhvalatı olandan sonra mən vətənə gəldim və birbaşa Xasın dərəsinə gəldim. Burada bura yaxın bir ərazidə bizim hərbi hissəmiz yerləşirdi. Milli qəhrəmanımız Şirin Mirzəyevin yaratdığı bir hərbi hissə idi. Mən ora gəldim, birbaşa kəşfiyyat bölüyünə yazıldım və orada çox bir müddət qalmadım. Oradan sonra mən öz ərazilərimizi daha yaxşı tanıdığım üçün öz kəndlərimizə yaxın bir əraziyə getdim. Deməli, Novruzlu taboru deyirdilər, el arasından komandos deyirdilər o tabora. O tabora getdim və o tabordan məni göndərdilər Mərzili rotasına. Həmin taborun tərkibində olan Mərzili bölüyünə göndərdilər və Mərzili bölüyündə mən orada bölük komandirinin mavini kimi məni bir vəzifəyə qoydular. Biraz keçmişdi, Zahid müəllim mənə dedi ki, mən kəşfiyyat bölüyü tağımı daha doğrusu yaratmaq istəyirəm, gələ bilərsən. Mən canla başla oradan komandirlərə dedim ki, mən kəşfiyyata getmək istəyirəm, yəni kəşfiyyat olan bir yerdə xidmət eləmək istəyirəm. Ona görə də mən gəldim Zahid müəllimin yanına və oradan bizim əməliyyatlarımız başladı. Laçın idi bizim döyüşçü yoldaşlarımızdan biri. Zahid müəllim idi, mən idim. Bir də xanı idi. Elə bir vəziyyət yarandı ki, bizim Ağdamdan yox, bizim kənddən, yəni eyni gündə olan bir hadisədir. Çıxmaq lazımdır kənddən. Bütün qüvvələr çıxıb, biz qalmışıq, 4 nəfər. Zahid müəllim mənə dedi ki, çıxmaq lazımdır. Mən çıxmaq istəmirdim. Yəni, yaş boğur məni. Evimiz qalıb orada, düşmən girirkən də mən ayağım yerimir ki, gedim. Zahid mənə dedi ki, Sultan, elə bir vaxt gələ bilər ki, sən bizə lazım olarsan. Bu kəndin qayıtmaq üçün sən bizə lazım olarsan. Ona görə də çıxmağımız məsləhətdir. Mən, necə deyim, ağlaya-ağlaya, ürəyi parçalanmış bir insan öz kəndindən, öz doğulub boya-başa çatdığı bir kənddən necə gedə bilər? Yəni, məni demək olar ki, bizim uşaqları oradan biraz sürüyə-sürüyə çıxartdılar ki, çıx, getmək lazımdır. Əlbəttə, ağırlıq acılı bir günlər idi. Ağdam kimi bir şəhəri 6700-7000-ə yaxın şəhidi olan bir şəhər bir neçə günün içində getməsi həqiqətən də ağırlı bir vəziyyət idi. Ukraynada xidmət eləmişəm. Məktublar aldıqca burada olan proseslər orada bizə başqa cürə təsir edirdi. Gerçəkdən xidmət eləmək orada istəmədim. Tam da oranı tərk eləmək məcburiyyətində qaldım. Qaçdıq, belə deyək, açıq şəkildə. Hərbi hissəni öz başımıza tərk elədik, bura gəldik. Gələn gününün sabahsı gündən mən həqiqətən könüllərin içərisinə qoşuldum ki, məni hətta götürmürdülər. Sənət problemləri vardı. Xahişlə ki, məni hardasa ora alsınlar. Bir çox yəni elə çətinliklərlə qarşılaşdıq, amma sonunda nail olduq. Mən könüllülərin içərisində orada öz yerimi aldım. Postlara gedirdik, əməliyyatlar olurdu, əməliyyatlara gedirdik. Kəşfiyyat bölümündə ilk tanışdığımda komandir Zahid Əliyev, xanı Sultan, sonra orada böyük bir kadro vardı əslində onların ətrafında. O kəşfiyyatçıları orada ilk vaxtı tanıdım. İlk öncə bizim gerçəyi söyləsəm, mən orada o kadronun içərisinə düşmək üçün içərimdə xeyli çalışırdım. Kəşfiyyat bölümündə də belədir ki, yəni kəşfiyyat 10-15 nəfərdən ibarət olmurdu. Əsasən qrup şəklində 5 nəfərdən ibarət qurulur. Biz bu qrupların içərisində də demək istədiyim şey odur ki, o 5-in içərisinə düşmək də asan deyildi. Çünki oradakı dediyim uşaqların içərisində həqiqətən də kəşfiyyatda özünü təsbit edən, yəni hər kəs tərəfindən qəbul olunan ki, bunlar bu işə daha layiqlidir və komandir də həmişə o kadronun içərisində onları özü üçün lazım olan əməliyyatlara götürürdü. ...92-ci ildə hərbi xidmətə çağrıldım. Döyüşlərin qızğın vaxtı idi.
O vaxtı komandirimiz Azərbaycanın milli qəhrəmanı Şirin Mirzəyev idi. İlk dövrdən cəbhə xəttlərinə yollandıq. Düşmənlə çox ağır döyüşlərimiz oldu. Dostlarımızdan, yoldaşlarımızdan şəhid olanlar da oldu. Buna baxmayaraq bacardığımız qədər düşmənə müqavimət göstərməyə çalışdıq. Bir müddət xidmət elədikdən sonra mən idman hazırlığım yüksək olduğuna görə məni kəşfiyyat bölümünə götürdülər. Orada komandirimiz Zahid Əliyevin rəhbərliyi ilə çox tapşırıqlar yerinə yetirmişik. Görünmədən görmək, ölmədən öldürmək deyən kəşfiyyatçıların fəaliyyətinin isə illərlə bir adı olub məxfilik. Bugün onların danışacaqları əslində illərlə gizli saxlanılan hərbi sirlərdir. Bir onu nəzərə alın ki, söhbət atəşkəsin başladığı ilk illərdən gedir. Məğlubiyyət kimi ağır bir yükü çiyinlərində daşıya-daşıya az qala heç bir təchizat olmadan bu işləri görüblər. İtkilərimiz çox olsa da mən heç kəşfiyyat əməliyyatlarını dayandırmırdım. Və fikirləşirdim ki, nə qədər çox düşmən haqqında məlumat alarıqsa, nə qədər çox məlumatlı olarıqsa, bir o qədər döyüşlərin planlanması, keçirilməsi bir o qədər asan olar. Çünki kəşfiyyatsız döyüş aparmaq olmaz. Yaxşı əskərlərimiz döyüşlərdə şəhid oldu. Quliyev Şamil, Quliyev Bahadur, yəni əməliyyatların demək olmaz uğursuz saymaq olmaz, amma kəşfiyyat əməliyyatlarında eyni zamanda itkilərim oldu. Mühasirələrdə neçə dəfə yaralılarım olub. Amma mən heç vaxt yaralını döyüş meydanında qoymamışam. Bu qədər təchizatlarımız yox idi, gecə görmələrimiz yox idi. Biz PBS deyirik, yəni o səs boğucularımız yox idi. Başqa branjiletlərimiz yox idi, heç bir şey yox idi. Sadəcə olaraq özümüz öz tapdığımız geyimlərimizlə, necə deyim, evdən gətirdiyimiz yeməklərlə düşmən arxasında əməliyyatlara başladıq getməyə. Və bu əməliyyatlar bizə əvvəlcə çox baha başa gəlirdi. Çünki o qədər də təcrübəmiz yox idi və minalar haqqında bilmirdik, heç bir kurs keçməmişdik. Ancaq bir dənə bir şey var idi. Bizim uşaqlarımızda var idi vətən sevgisi. 97-ci ildə o Ağdərə istiqamətindədir. Tərtərə yaxın ərazi Seysulan kəndi var. Oradan biz yenə bax bu heyətlə keçərkən orada mühasirəyə düşdük. Çox qəribə bir mühasirəyə düşdük. Elə bir mühasirəyə düşdük ki, yəni çox yaxın məsafədən təxminən düşmənlə bir 25-30 metr məsafədə qarşıda xanı gedir, arxasınca mən gedirəm. Adətən elə hərəkət eləyirdi qrup. Xanı düşmən əskərini gördü. Əvvəlcədən pusqu qurulub bizi gözləyirmişlər. Biz öz səngərimizdən çıxıb hərəkət edən zaman. Xanı gördü, qaydaya uyğun olaraq hər kəs yerin tutdu, uzandı. Bir an keçmədi, atışma başladı. Bizi çox ciddi ateşə tutdular. Biz bir neçə güllə ata bildik. Orada təsəvvür edin ki, xanı durduğu yerə 5 dənə qranat atdılar. Biraz yerini dəyişdi. Məndən arxada burada Hacıyev Siyavuş var, o yaralandı. Mən Siyavuşa işarə elədim ki, çəkilsin geri. Elə bir vəziyyət yarandı ki, demək olar ki, erməni ilə bizim aramız çox yaxın bir məsafədə, 10-15 metrlik bir məsafədə busquaya düşdük. Hər tərəfdən erməni bizi demək olar ki, akrujiniya alıb, geri getmək, tərpənmək, baş qaldırmaq belə mümkün deyildi. Onlar o qədər sərbəst şəkildə silahdan istifadə elədilər ki, təsəvvür edin, biz uzanıqlı şəkildə onlar mağazini dəyişdiklərini hiss edirsən ki, mağazinləri dəyişib təzədən bir daha da açırdılar. Müqavimət göstərmək mümkün deyil. Əməliyyat vaxtı belədir. Bizim komandir bizə əvvəlcədən tapşırıq verirdi ki, siz birinci adamın işinə olacaq, ikinci adamın işinə olacaq, 3 nə olacaq, 4 nə olacaq, 5 nəfərdən ibarət hər əlinizin, komandirin özünün tapşırığı olurdu. Arkada gələn adamın, bizdə Araz var və qardaş da onun adını çəkdi, çox cəsur döyüşçüdür, qorxmaz bir oğlandı. O elə bir mövqeyə düşmüşdü ki, artıq müqavimət göstərmək üçün şərait vardı ona. Onun atəşindən sonra erməni biraz səngidi. Məndən qabaq komandir idi. O mənə qayıtdı ki, sən geri çəkilərsən. Mən istəyəcəm bilmədim. Əvvəlcə özüm hiss eləmirdim. Məndə də yaralanma vardı. Xanın da qabaqda olduğunu, bizdən qabaqda olduğunu bilirdik deyən. Daha artıq onu da çətin vəziyyətdə hələ
aqibəti nədir, heç orasını da bilmirdik. Çox da ehtimal elədi ki, xanıcı artıq demək olar ki, çox yaxın məsafədə idi, çıxa bilməyəcəkdi və yaxud da ki, bəlkə də başına bir hadisə gəlibdi. O mənə dedi ki, çəkilin kənara, yəni geri çəkilin. Düzü, mən tərəddüd elədim. Düzü, komandirin orada belə demək olar ki, hətta əmrini bəlkə də, necə deyim, icra eləmədim. Bir xeyli atəşdən sonra bir daha da mənə söylənəndə ki, sən hələ buradasan, dedi ki, çıxmaq lazımdır. Bu səfər mənə dedi ki, siz sol tərəfə, bu istiqamətə çıxmaq lazımdır. Biz bu şəkildə çıxdıq, çıxandan sonra başladılar oranı qumbaralar atdılar. Qumbaralar atandan sonra artıq biz yerimizi bəlkədən sonra təzədən müqavimət göstərmək imkanı oldu. Odur ki, biz başladıq müqavimət göstərdik, ermənilər geri çəkilmək məcburiyyətində qaldı. Xanını biz sonra erməni geri çəkiləndən sonra xanını çıxardası olduq və komandir də onun imenini getdi çıxartmaq üçün biz də onu başladıq pakırvat eləməyə. Mən gördüm ki, xanın olduğu yeri 5 dənə qranat atdılar da. Bildim ki, xan mütləq yaralanıb. Biraz süründüm, yaxınlaşdım. Arxada gələn bizi qoruyan elə ki 5-ci nəfərimiz tapşırığı odur ki, qrupu qorusun. Axırıncı nəfər. Qrupu vəziyyətdən çıxartsın. Həmin şəxs Araz idi. Araz bizi qorumağa başladı. Düşməni atəş açdı, biz atəş aça bilmədik. Yaxınlaşdım, süründüm ki, xanıya 2 güllə deyil. Xanı artıq qan itirir. Xanı çətinliklə də olsa çıxartdım oldu. Yəni bizim ümumiyyətcə mən heç zaman, çünki bilmirəm o nədən irəli gəlirdi. Mənim bir qardaşım komandir idi, o yaralı mühasirədə qaldı, bilmirəm. İndi onun bölüyüb mühasirədən çıxartdı, amma özü qaldı. Yəni ona görə də məndə artıq belə bir psixologiya vardı ki, orada yaralı qala bilməz döyüş meydanında. Nəyin bahsına olsun yaralı çıxmalı. Əgər şəhid olubsa bu aydındır, qala da bilər bəlkə də. Amma yaralı döyüş meydanında qala bilməz. Nəyin bahsına olsun çıxmalı. Və eləcə çıxartdıq. Şükürlər olsun. Xanı əslində 4 dəfə yaralandı. Xanı yəni bədənini salamat edir. 94-cü ilin yanvar aylarında bizə kəşfiyyat məlumatı gəldi ki, ermənilər burada, yəni bu kənddə. Bu kənd Ağdam rayonunun Mərzili kəndidir. Bu kənddə ermənilər əsirləri gətirmişlərdir. Bu kənd Ağdam rayonunun Mərzili kəndidir. Kənd işğal olduğu yəni heç bir il yox idi. Amma ermənilər əsirləri gətirib bu evləri söktürmək üçün, bu evlərin materialından belə də, kubikindən mi, başqa materialından mı də istifadə etmək üçün əsirlərdən daha çox istifadə edildi. Bizə bu çatan məlumatın əsasında biz də qrup şəklində bu kəndə keçdik, gəldik. Qrup komandiri Əliyev Zahid, qrup komandirinin mavini mən idim. Qrupda iştirak edən qazi qardaşımız Hüseynov Laçın idi. Və qrupda bir nəfər iştirak edənimizdə qardaşımız, şəhid olan qardaşımız Şamil idi. Aldığımız məlumata görə hər səhər saat 9-dan 10 arası ermənilər əsirləri Kuzasının üstü yarı bağlanmış formada, ona fəhlə maşını deyirdilər, yəni o devirdə. Belə bir fəhlə maşınında ermənilər əsirləri gətirir. 9-10 arasından sonra əsirlər başlayır burada söküntü işləri aparmağa. Yola yaxın olan bir ev vardı ki, o ev rəhmətlik akademik Xudu Məmmədovun evi idi ki, biz o evdə özümüzə mövqe seçdik. O nöqtələrdə olan evin biri idi. Haradasa bəlkə də o kubiki dağılmış evdir. Onun dərin badvalı vardı, o badvalına girmişdik. Oradan baxdıqda bu yola tam nəzarət eləyə bilirdik. Yoldan keçən maşın, 1-2 maşın keçdi, 2-3-cü maşın haradasa hiss elədik ki, əsirləri gətirdi. Biz belə fikirləşdik ki, bu əsirlər hansı nöqtədə işləyəcəksə, biz ora tərəf irəliləyək və çalışaq əsirlərin üzərində olan nəzarətçi kimi idarə edən erməni silahlıların aradan götürək və əsirləri xilas eləyək. Maşın hardasa gəldi, o nöqtələrə çatmış, buradan bir 300 metr irəlidə hardasa, orada maşın saxladı və əsirlər başladı burada işləməyə. Əsirlərin işlədiyini gördükdə biz çalışdıq ki,
qrup şəklində yaxınlaşaq əsirlərə. Belə baxdıq ki, qrup şəklində yaxınlaşa bilməyəcəyik. Kənd açıqlıqdır, tez gözə çarpacağıq. Onun üçün də Zahid müəllim planına uyğun olaraq Zahid müəllimlə mən yaxınlaşdıq hər yanda əsirlər olan əraziyə. O ərazidəki, məsəl üçün o əraziyə yaxınlaşmaq üçün birbaşa getmək olmazdı. Hər yanda qalınlıq bir ağaclıq tapdıq. Hər yanda bu tərəfdən gedib çıxdıq o təpiyə tərəf. Laçınla Şamil qaldı içəridə, burada olduğumuz evdə, Badvalda qalası oldu. Biz qrup komandirinə yaxınlaşası olduq əsirlər işləyən yerə. Yaxınlaşdıqda bir texnika səsi eşitdik və belə başa düşdük ki, bu texnika hardasa posta gedir, gəlsin, keçsin, geçsin. Ondan sonra biz yaxınlaşaq istədiyimiz yerə. Onun üçün bax orada gördüyünüz o sarımtul kimi 2 mərtəbə görünən kubiklər, bax o evin bəri tərəfində bir balaca tikili vardı. Planlaşdırdıq ki, o tikilidə yer seçək özümüzə, gəlsin maşın keçsin, geçsin. Onlar keçib gedəndən sonra biz də düşək sərbəst işimizi görək. O vaxt ki, silahlarımızda səs boğucu yox idi. Belə ki, bölməmizdə yox idi səs boğucu, ona kurşitir deyirlər. Onun üçün də biz ehtiyat edirdik ki, hardasa kimlənsə qarşılaşsaq, məcbur olacaq ki, ona ateş açaq. Ateş açdıqda ərazidəki hər kəs biləcək ki, burada atışma var və yaxud da ateş açılan, vurulan adamda çığırtı, bağırtı olacaq. Onda bizim əməliyyatımız istənilən formada yerinə yetirmək mümkün olmayacaq. Onun üçün də çox ehtiyat edirdik ki, kimlərlənsə qarşılaşmayaq. Elə birbaşa özümüzü əsirlərə çatdıraq, onlara işarə eləyək, onlara hansısa formada bir başa salaq və onların özləri ilə birlikdə onların üzərində duran nəzarətçiləri aradan götürək. O kiçik tikilidə özümüzə yer seçdik ki, maşın gəlsin, keçsin. Maşın bir anda dayandı. Dayanandan sonra bir neçə hərbi paltarında ermənilər düşdü gəldi. Girdiyimiz o balaca tikilinin arxasında bir ot tayası vardı. Başladılar onu qurdalamağa biraz. Yəni belə ki, görsünlər ot yarıyır, yaramır. Bir də o vaxtı baxdıq ki, biz sığınacaq kimi özümüzə seçdiyimiz balaca tikilinin üstünə bu erməninin biri çıxıb, istəyir ki, bunun şifrələrini söysün. Yerə düşəndən sonra qapını açdı, girdi içəri, bizim yanımıza. İçəri girdikdə Zahid müəllim buna bir ateş açdı. Hardasa bu hissələrindən buna bir güllə vurdu. Bu yıxıldıqda bu tərəfdən bir səs eşitdi. Səs eşidəndə Zahid müəllim bunun ayaqlarla tutub sürür içəri. Hər yanda içəri salmaq istəyir ki, çöldəkilər bunu görməsin. Bir söz işlətdi, paxi. Belə çıxdı, mənim belə başa düşdüyüm paxi dedi gərək ki, və bu onu göstərdi ki, deyir ki, qaçın. Bu anda bu tərəfdən bu hərbiçinin bir hündürü vardı. Çox bayvoy biri vardı. Əynində də kamuflyaj yaxşı bir geyimi vardı, üzərində silahı vardı. Hiss elədi ki, burada bunlardan kimisə atdılar da. Belə ki, kətdə bu əsirlərin üstündə duran hərbiçilər, kətdə Dovşan, Qırqovul var. Bunlara ateş açır. Ona görə də burada o dərəcədə hiss olunmur kim nə qarır. Ateş açılmağa bir o qədər kimsə çox dəqiq fikir vermir. Ona görə də heç o dərəcədə kimin ağlına gəlməzdi ki, burada kimsə kəşfiyyat qrupu gələ, burada erməni güllələyər. Bu erməni qəfil o tərəfdən çıxanda bu hərbiçi erməninin papağı qalmışdı çöldə. Onu qəfil yerdə gördü, yerdə görəndə baxdım ki, bu həyəcanlı şəkildə qaçmaq istəyir. Qaçmaq istədikdə mən otaqdan çıxdım, qapıdan çıxdım, buna bir güllə vurdum. Buna bir ateş açdım. Bu çox zarov bir şeydir. Başladı bərddən çığırmağa. Bizim də bu əsirlərlə aramızda olan məsafə bir 300-400 metr məsafə kimi, bəlkə də bir 500 metr məsafə kimi qalıb, amma kəndin mərkəzindədir. Hardasa deyə bax o toçqalardır. Bax, o Qaradaşdan görünən zaborun biraz o tərəfidir. Bu nə tər bağırdısa, oradakı o nəzarətçi ermənilər bizi görmədən bizə tərəf bir neçə güllə atdı.
Hə, bu bir 3-4 metr kimi qaçdı, yıxıldı. Yıxıldım, mən yürüdüm bunun üstünə. Silahımı yönəltdim buna tərəf ki, buna bir güllə də vurum. Bu səfər bu tərəfdən biri çıxdı. Oradan o çıxanda gördüm Zahid müəllim çıxdı, ona bir ateş açdı. Hə, 4-cü erməni bu biri tərəfdə idi, təpənin bu tərəfində idi. Hə, 4-cü erməniyə Zahid qaçdıqda bu bir güllə vurulan erməni əlindəki yabıya söykənib istədi ki, Zahidi vursun. Qrup komandirim vursun. Onun kürəyinin arxasından bir güllə vurdum. Onu da orada elə yerində öldü. Hə, 4-cü ermənini Zahid müəllim orada təpənin arxa tərəfində, o da bir bayavı erməni idi. Orada Zahid müəllim onu tutdu, yıxdı yerə güllələdi. Hə, təpəsindən güllələdi dayı. Hə, ondan sonra dərhal oradan çəkildik. Buradan səsküy düşdü. Biz də buradan dərhal oradan çəkildik, gəldik bura. Buradan 2 nəfərimizi də götürdük. Üzü belə bu ərazini tərk etdik. Yəni bir kəşfiyyatçı kimi öz mövqelərimizə deyil, yəni özümüzün mövqelərimizə yaxınlaşmadıq. Düşməni aldatmaq üçün harda düşmən dərinliyi varsa, düşmən ərazisində, düşmən nəzarətində olan kəndlər varsa, o kəndlərə tərəf qaçdıq. O kənddə İsmail Bəli Firzatlı kəndi vardı ki, buradan bir 7-8-10 kilometr o tərəfdə getdik o kəndə. Bir sözlə izimizi itirdik. 93-də, 94, 95, 96-cı illərdə dəfələrlə əməliyyatlarda iştirak eləmişiz. Sırf kəşfiyyat əməliyyatları. O, həmin müddətdə döyüş əməliyyatlarımız da çox olub. Düşmənlə dəfələrlə üzbəyiz gəlmişik, döyüşlərdə iştirak eləmişik. Bacardığımız qədər düşmənə zərər vurmağa çalışmışıq. Kəşfiyyat dövründə də uğurlu əməliyyatlarımız çoxdur. Elə 95-ci il əməliyyatı, 96-cı il əməliyyatı daha uğurludur mənim üçün. Əsas o birinci gündür. O hissi ki, adlatdın, qorxu hissi səndən uzaqlaşır. Demək olar ki, hiss eləmirsən. Hər şey öz axarı ilə gedir. Əsas o birinci anı, düşmən mövqeyini keçdinsə arxaya, 5-10 kilometr irəlilədinsə, ondan sonra qorxu demək olar ki, olmur. Düşmənlə üzbəyiz gəldiyimiz an da olub, amma belə görmüş ki, yaxında keçirlər, yəni maşınları var. Nə bilim, bizim əsirlərdən orada işlədirlər, belə uzaq məsafədən də olsa görə bilirdik. Düzdür, bizim işimiz onu tam yaxınlaşıb, orada nəsə eləmək olmazdı. Biz kəşfiyyata getmişik. Necə deyəm, öz yerimizi bildirməməliyik. Müəyyən əməliyyat üçün, müəyyən düşmənin mövqeylərini öyrənməliyik, hər bir sənin yerini öyrənib geri qayıtmalıyıq. Biz 3 nəfər kəşfiyyatçı, Zahid Əliyev, xanı və mən 130 nəfərə qədər böyük bir qüvvəni keçirtmişdik düşmən arxasına. 94-cü ilin fevral ayının biridir məncə. Fevral ayının biri qış ayları idi. Deməli, bizə yuxarı komandanlıq tərəfindən əmr verildi ki, düşmənə sarsıdıcı bir udar vurmaq lazımdır, bir zərbə vurmaq lazımdır ki, düşmən dayansın. Bütün mövqeylərimizdən durmadan bunlar hücumlar eləyirlər, çox ziyan vururlar. Və deməli, bizim komandirimiz Əliyev Zahid Gizir Əhmədovla məni, yəni Səyyafla, xanı ilə məni çağırdı. Dedi ki, bu istiqamətdə bir dənə mövqey açın, bir proxod açın ki, oradan biz düşmən arxasına böyük bir qüvvəni keçirə bilək. Biz deməli 2 gün işlədik həmin ərazini və minaları tapdıq. 2 düşmən postunun arasından 130 nəfərə qədər, yəni 126-128 nəfər belə qüvvəni keçirdik düşmən arxasına. Və bir gecədə gecə saat 4-ə qədər düşmən arxasında bu bütün düşmən mövqeylərinin arxasında bunları düzdük. Keçirdiyimiz qüvvələri siz təsəvvür edin ki, hardasa bir 3 kilometr belə məsafədə bütün bu qüvvələri düşmən arxasında düzdük. Və saat 4 radələrində Zahid müəllim döyüş əmrini verdi. Bizim qüvvələr düşmənin elə bir mövqeylərinə yerləşdirmişdik ki, düşmən səngərdə, blindajlarda yatıblar. Bir nəfər çasavoy var. Çasavoy çıxır biz tərəfə, bizim mövqeylərimizə güllə atır, qayıdır girir peçin yanına. Və bizim qüvvələr bunların arxasında 10 metr, 15 metr məsafələrdə biz yerləşdirmişik bunları. Deməli, səhər saat 4 radələrində döyüş əmri ki verildi, bizim qüvvələr hamısı töküldü erməninin
düşmənin okoplarına və düşmənin bütün blindajların, bütün mövqelərin hamısını dağıtdılar. Biz ancaq kəşfiyyatçılar bunları yerləşdirəndən sonra biz kəndin içinə yeridik. Yəni Novruzlu kəndinin içinə doğru getdik və orada düşmənin bizim bilmədiyimiz qüvvəsi ola bilər və yaxud orada rezerv qüvvələri ola bilər, nə isə texnikalar ola bilər. Biz o məqsədlə getdik ki, əgər bunlar ola bilərsə, biz bunların qarşısını alaq. Bir dəfə atılan qrantamyotlar var, adına razı qrantamyotlar deyirlər, moxalar. Bunlardan varımız idi və avtomatımız, patronlarımız, yəni o qədər də böyük bir təchizatımız yox idi. Deməli, keçdik kəndin içində bir dənə də demək olar ki, üstü örtülü ev yoxdur. Evlər hamısı yanıb. Yəni sökməyiblər, yandırıblar hamısı. Keçdik kəndin yuxarısında gördük ki, təzə məhəllələrdə bir dənə ev var üstü örtülü. Bildik ki, burada nəsə var. Evə yaxınlaşdıq və evi bir neçə istiqamətdən gəldik. Girdik evin içinə, gördük ki, pesləri orada, karavatları orada, özləri yoxdur. Həyətdə ancaq bunların minamyot akopları, səngərləri və bütün snaryadları buradadır. Deməli, biz bunları götürdük, hamısını yığdıq 5 oklara, daşıdıq, apardıq. Elə bir yerlərdə gizlətdik ki, bunlar elə bir moment ola bilər ki, bunlar qayıdıb gələr bura və bu minamyotlarla bizi vura bilməsinlər. Bunları biz məhv eləyəndən sonra yenidən mövqelərə qayıtdıq. Düşmən durmadan hücum eləyir. Durmadan arxa istiqamətimizdən hücum eləyir və uşaqların tam patronları tükənib. Kömək gəlməli idi. Kömək təbii ki, biraz gecikdi, nə oldu? Məcbur oldu bizim qüvvələr geri çıxmağa. Bizim qüvvələr qayıtdı, çıxdı. Ancaq biz 4 nəfər, 3 kəşfiyyatçı, bir dənə də bir gənc əskər var idi, sivyazist idi, rabitəçi idi. Bu əskər də bizimlə qaldı, yəni bizim rabitəçimiz kimi. Biz keçə bilmədik. Biz qaldıq o biri tərəfdə. Düşmən gəldi, mövqeləri bağladı. Zahid müəllim dedi ki, neyniyək? Dedim, komandir, neyniyəcəyik? Axşam düşdün, arxadan bir zəif mövqelərini taparıq. Hücum eləyərik arxadan, kimin qismətində nə var o olacaq. Gedə bilən gedəcək, gedə bilməyən şəhid olacaq. Burada nə var ki? Zahid dedi ki, dedi Mirzəliyev, mənə bir 10 dəqiqə vaxt verin elə. Qoy biraz fikirləşim, beynim sakitləşsin. Allah'ın olsun. Bir 10 dəqiqə çəkmişdi. Dedi ki, biz bura kimi gəlmişik. Niyə qaydırıq ki? Gedən boş yerlərə də, yuxarı kəndlərə. Səhər saat 8-9 deyə düşdük, yağış da göydən yağır, 3 gündür, 4 gündür suyun içindəyik də. Yəni ki, nə yemək yeməmişik, nə heç bir şey. Nəysə getdik, yuxarı getdik İsmailbəyli kəndinə. İsmailbəyli kəndinin deməli sağ cinahından girdik kəndə. Kənddə ev yoxdur, heç nə yoxdur. Girdik kəndə biraz kəndin dərinliyinə getdik, bir dənə ev var. Deməli, bir həyətdə 2 dənə ev olub, biri təzə ev, biri köhnə. Təzəni yandırıblar, köhnə od vurublar, yanmayıb. Nəysə girdik bunun içinə, indi girmişik, dayanmışıq, tərliyik axı, yol gəlmişik, həyəcandan. Görürük ki, belə dayanmaq olmaz. Nəysə, mən çıxdım, bir dənə pes tapdım, yatdım, odun pesi. Siz təsəvvür edin ki, günün gün orta çağı. Bizdən də bir 3-4 kilometr o tərəfdə düşmənin Bağmanlar kəndində vin zavodda, çaxır zavodunda bunların taborları yerləşirdi həmin vaxt. Bir dənə odun pesi gətirdim. Odun pesin quru odunları tapdım oradan buradan, pesi qaladım. Bütün paltarlarımı soyundum, düzdüm pesin başına və xanagil bunlar görürlər ki, mən oyağam, bunlar uşaq dincəlirlər. Yəni dincəlmək lazımdır. Hamımız eyni vaxtda yəni yata bilmərik, nə də dura bilmərik. Qoz ağaçları var, elə bir ki, bir dənəsində elə bir quş taparmayıb da, qoz tökülüb yerə. Gedirəm qozdan yığıb gətirirəm, pesin üstündə pişirirəm.
Ha, elə yeyirik. Nar doluydu, nar belə əlini vurursan düşür. Elə daha üzmək lazım deyil, belə əlini vuran kimi düşürdü. Nardan, qozdan yedik biraz özümüzə gələndən sonra axşamüstü həmin ərazinin də bir kəşfiyyatını apardıq. Orada təyin elədik yolların batalyonu var, nələri var, taborları var. İki düşmən postunun arasından bir zəif mövqeylərini tapdıq və öz ərazimizə sızdıq. Və Allah rəhmət eləsin, gəldik yolda da 2 dənə şəhidimizi tapdıq. Elə bir çətin bir yer deyil ki, biz onları həmin dəqiqə gətirə bilmədik, götürə bilmədik. Çünki 2 şəhidi götürmək üçün 4 nəfər lazımdır ki, bunu ikisi birini götürsün, ikisi birini götürsün. Və bizim silahlarımız və bizi kim qoruyacaq? Onun üçün biz belə qərara gəldik ki, şəhidlərimiz qalır, biz gedirik və gəlib aparırıq. Üstündən bir gün keçəndən sonra biz əlavə öz dostlarımızdan götürdük, kəşfiyyat inşalarından və gəlib həmin şəhidlərimizi götürdük, yapardıq. Təhvil verdiyi ailələrinə göndərdik, getdilər. Yəni bu çox uğurlu bir əməliyyat idi. Ancaq o vaxtı yenə deyirəm, mənim ən ağırlı yerim odur ki, bizim o vaxtı heç nəyimiz yox idi. Heç nəyimiz. Yəni sursatımız, təchizatımız, yəni kör-körənə işlər görürdük. Amma ona baxmayaraq biz o qüvvələrlə çox böyük işlər gördük. Çox böyük düşmənə sarsıdıcı zərbələr vurmuşuq.